Axşamınız xeyir dostlar, xoş gördüm hər birinizi. Bugün sizinlə çox maraqlı bir canlı yayımımız olacaqdır və Malayziyada təhsil imkanlarından bəhs edəcəyik. Bəli, bir çoxlarınızın ağlına gəlməyən Malaiziyadan danışacağıq sizinlə və İnanıram ki, bu canlı yayımdan sonra Malayziya ilə bağlı bütün fikir və təəssüratlarınız tamamilə dəyişəcəkdir. Axşamınız xeyir, bir daha xoş gəlmisiniz. Bu günləri Malayziyada təhsil imkanları, əlbəttə ki, Malayziyada təqaüdlü təhsil, Malayziyada olan həm dövlət, həm də ki, deməli, private universitetlərlə bağlı ətraflı məlumat verəcəyik sizə. Bu canlı yayımda tək olmayacağım və elə canlı yayında tək olmayacağım. Bugün qonaqla sizin qarşınıza gəlmişəm. Çünki Malayziyada təhsil imkanları ilə bağlı ətraflı məlumatım yoxdur. Bir şansım oldu ki, Malayziya Təhsil Nazirliyinin dəvəti ilə belə deyək, Malayziyaya gedib orada fəaliyyət göstərən universitetləri yaxından görə bilim və özümün də 180 dərəcə Malayziya ilə bağlı fikirlərim və təəssüratlarım dəyişdi. Baxmayaraq ki, Malayziyaya çox bənzər Taylandda bir il yaşadım. Buna rəğmən belə Malayziyanı heç də belə düşünməmişdim və gözləntilərimin tam da üstündə idi və inanılmaz dərəcədə gözəl təhsili var, möhtəşəm universitetləri var ki, mən İsveçin top 3 universitetindən birində hesab olunan Lund Universitetində təhsil almışam və Lund Universitetinin abu-havası yəni heç Malayziyada olan universitetlərin abu-havasına çata bilməz. Çünki orada olan o environment, orada olan o abu-hava və s. inanılmaz idi. Bugün bununla bağlı detallı danışacağıq. Və ən əsas məsələ, mən ekspert olmadığım üçün, amma sizlərə ətraflı və dolğun məlumat çatdırmaq istəyirəm. Sırf Malayziyada təhsil imkanları, Malayziyada təqaüd proqramları, Malayziyadakı universitetlərlə bağlı və bunun üçün mənə görə Azərbaycanda sırf Malayziyada təhsil ilə bağlı mütəxəssisləşmiş, peşəkarlaşmış Lingua School ki, Lingua School'un birbaşa Malayziyadakı universitetlər ilə çox gözəl əlaqələri var və sizləri oradakı təhsil imkanları ilə bağlı ətraflı məlumatlarla tanış edə bilərlər və bu səbəbdən də Malayziya üzrə layihə rəhbəri bugün qonağım olacaqdır. Sözləsinəsmi, hər canlı yayımı veriliş kimi yanaşıram deyə qonağım olacaqdır. Rövşən Bağırov və nasıl şəkildə konsultasiya ala bilərsiniz. Yəni, hər hansı bir sualınız varsa, əlbəttə ki, bu canlı yayım əsnasında da o sualları cevablaya biləcəksiniz. Çox gözəl. Axşamınız xeyir, Rövşən bəy, necəsiniz? Axşamınız xeyir. Çox sağ olun, yaxşı olasınız. Siz necəsiniz? Mən də yaxşı, çox sağ olun. Mən son dəfə sizin möhtəşəm ingilis dilinizi eşidib sizinlə bir görüşə qoşulmuşdum. Və çox istərdim ki, bugün də bu canlı yayım ingilis dilində olsun ki, sizin o möhtəşəm ingilis dilinizi izləyicilərimiz də görsün. Amma biz bugün sizi Azərbaycan dilində dinləyəcəyik. Yəni, sizin ingilis diliniz o qədər möhtəşəm idi ki, biz bunu Malayziyada da müzakirə etmişdik və bunu vurğulamaya bilməzdim. Xoş gəlmişsiniz. Mən istərdim ki, siz özünüzlə bağlı da məlumat verəsiniz izləyicilərimizə ki, nələ məşğulsuz və sonra keçək suallarımıza ki, mən sizə bir sual verim. Təşəkkür edirəm Cələ xanım. Əslində siz ingilis dilinə toxundunuz. Mənim həyatımın uzun, böyük hissəsi elə Amerika ilə bağlı olduğu üçün və Qərblə bağlı olduğu üçün və demək olar ki, daha çox, yəni hətta daha gənc zamandan, hələ Sovetlər vaxtından artıq ingilis dilində mən danışdığım üçün bu elə bil ki, danışdığım dillərdən biri idi. Yəni bu doğal bir şeydir. Sadəcə onu demək istəyirdim ki, yəni mən beynəlxalq Amerikan təşkilatlarında əsasən işləmişəm və son illərdə də daha biraz öncə Avropa da fəaliyyətləri koordinasiya etmişəm. Hal-hazırda mən layihə rəhbəri deyiləm. Əslində mən Malayziya ilə Azərbaycanı yaxınlaşdıran Study in Malaysia layihəsinin tərəfdaşıyam. Və bizim də məqsədimiz odur ki, bağlı olan, belə deyək, bax bu tanınmayan, pərdə arxasında olan ölkəni Azərbaycana açaq və pərdəni yığışdıraq. Və biz də onu doğal bir şəkildə, ən gözəl bir şəkildə istəyirik ki, tanıtdıraq. Çünki mən özüm də qeyd etdiyim kimi Qərblə daha çox bağlı olan insan olduğum üçün, özüm üçün 1-2 il bundan öncə sadəcə Malayziyanı açmışam. Və mənim üçün böyük bir, belə deyək, kültürel, bəlkə də şok
kimi oldu. Çünki heç gözləmədiyim bir şeylər mən gördüm. Ümumiyyətlə ölkə baxımından və əlbəttə ki, xüsusən də təhsil sahəsində. Yəni qısaca bəlkə bu cür indi bütün suallarınıza cavab verməyə hazıram məmnuniyyətlə. Çox şadım. Bəli, üzrlə hesab edin, yanlış təqdim etdim və burada izləyicilərə də bir açıqlama da vermək istəyirəm. Birinci dostlar, sual-cavab hissəsi canlı yayımımızın sonunda olacaq. Çünki mən böyük ehtimal ki, sizin vermək istədiyiniz sualları artıq öncədən hazırladığım üçün Rövşən bəyə o sualları ünvanlayacağam. Əgər sizin cavablanmayan sualınız qalacaqsa, o zaman biz bir 20-25 dəqiqə danışaq. Ondan sonra əlbəttə ki, sizin imkanınız olacaq ki, birbaşa şərhlər bölməsini açacağam və Rövşən bəyə suallarınızı yönləndirə biləcəksiniz. Bu belə. İkinci məsələ, Rövşən bəy qeyd etdiyi Malayziyada təhsil, yəni Rövşən bəy sırf Malayziya Təhsil Nazirliyi ilə çalışır və Malayziya Təhsil Nazirliyinin marağı ondan ibarətdir ki, Azərbaycanlı gənclər Malayziyada təhsil almağa gəlsinlər və o birbaşa dövlət səviyyəsində Malayziya Təhsil Nazirliyinə tərəfdaşlığı yaradıb, belə deyək, və onlarla əməkdaşlıq edirlər ki, bu sarıdan da əmin ola bilərsiniz ki, Azərbaycanda fəaliyyət göstərən ən güvənli insanı dəvət etmişəm. Sırf Malayziyada təhsil mövzusuna. Çünki Rövşən bəy, bu xaricdə təhsil məsələləri çox belə ehtiyatlı məsələlərdir və ona görə mən çox şadam ki, yollarımız kəsişdi və sizin kimi peşəkar və ən əsası da lazımi şəxslər ilə mən izləyicilərimi tanış edə bilirəm. Təşəkkür edirəm. Əslində bizim tərəfdaşlarımız həm Malayziyada, həm Azərbaycanda Malayziyanın səfirliyi ilə çox sıx əməkdaşlıq qurmuşuq. Və çox dinamik belə bir əməkdaşlıq gedir. Çünki həm Azərbaycan tərəfindən maraq var, həm Malayziya tərəfindən, Malayziyanın özündə də Azərbaycanı özlərinə açırlar. Çünki müəyyən mənada o da bir terra incognita idi. Necə ki, Malayziya bizim üçün. Və ona görə bu qarşılıqlı bir, belə deyək, hərəkətdir. Və gördüyüm qədər və mənim, belə deyək, dəyərləndirməmə görə də çox dinamik və çox effektiv inkişaf edir bu yaxınlaşma. Və onun üçün də biz çalışırıq ki, indi aydındır, biz məlumatlar da paylayırıq. Amma biz istəyirik ki, Azərbaycandakı insanlar özləri bu dəyəri verə bilsinlər. Yəni sadəcə mən bu məlumatı verdiyim üçün və ya ola bilsin digər hörmət etdiyi insanlardan eşitdiyi məlumatlara görə qərar qəbul etməsinlər. Amma məhz ailənin və ya gəncin, tələbənin gələcək perspektivi nöqteyi nəzərdən, diplomun keyfiyyəti nöqteyi nəzərdən, əlçatanlıq nöqteyi nəzərdən, ümumiyyətlə bu bir sərmayədir valideyn üçün də bu nöqteyi nəzərdən və sizə deyim, təhlükəsizlik nöqteyi nəzərdən mən belə başa düşürəm ki, Malayziya bugün ən güclü məhz alternativlardan biridir. Çünki Azərbaycanda hələ ki müəyyən bəlli olan istiqamətləri təhsil üçün seçirlər və bu artıq bir ənənəyə seçilib. Biz bu ənənəyə heç müdaxilə etmirik. Biz sadəcə yeni bir üfüq açırıq, təqdim edirik və seçim isə insanların özlərinə təklif edirik. Nə gözəl. Bu seçimdə daha ətraflı məlumat verə bilmək üçün mən sizə sual vermək istəyərdim ki, buyurun. Malayziyada təhsil bizə nə verəcək? 3 sözlə nəyi vurğulamaq istərdiniz, nəyi ifadə etmək istərdiniz? 3 sözlə ilk ağla gələn məsələ odur ki, güvən, əlçatanlıq və keyfiyyət. İndi bu 3 kəlmənin yerini də dəyişmək olar. Demək olar keyfiyyət və sonra da. Çünki məsələn, güvənlik nöqteyi nəzərdən, təhlükəsizlik baxımından belə deyək, dünya reytinqində Malayziya 18-ci yerdədir. O məşhur indekslara görə. Keyfiyyətə görə ümumiyyətlə bu təhsil sahəsində Malayziyada çox böyük bir sıçrayış baş vermişdi son 30 ildə. Və bu barədə mən ətraflı daha sonra sizə maraqlı olsa cavab verərəm. Və əlçatanlıq da, yəni qiymətlərin uyğun olması da əlbəttə ki, hər bir kəsi maraqlandıran bir məsələdir. Ona görə indi siz mənə 3 kəlmə ilə bunu belə deyək, təsvir etməyə təklif etdiniz. 3 kəlmə ilə bu qədər. Əla.
Elə bunları açaq, çünki əminəm ki, sizin əlavələriniz də olacaqdır. Elə ən sonuncu məqam, çünki büdcə məsələsi aldığımız mən Malayziyada olduğum müddətdə paylaşımlar edirdim. Ən çox aldığım sual bir tələbənin aylıq xərci nə qədər olacaqdır və təhsil haqqı nə qədərdir? Bu məsələlərlə bağlı ümumiyyətlə bir tələbənin təhsil xərci nə qədər olur bir ay müddətində? Bəli, söylədiyim kimi bu gözəl bir alternativdir. Bir tərəfdən biz keyfiyyəti nəzərdə tuturuq. Keyfiyyəti mən həm təhsil baxımından nəzərdə tuturam, həm yəni qalmaq, yaşamaq nöqteyi nəzərdən, mühit nöqteyi nəzərindən, amma eyni zamanda da bu əlbəttə ki bu əlçatanlıq prizması çox əhəmiyyətli bir tərəfdir ki, onu nəzərə almaq lazımdır. Və burada mən nəyə istəyirəm diqqətinizi cəlb edeyim? Bəzi Şərqi Avropa ölkələrinin adını mən çəkməyəcəm. Bəzi Şərqi Avropa ölkələri ilə mən məsələn yaşam qiymətlərini müqayisə edərdim. Nə üçün? Çünki yaşam məhz Şərqi Avropa ölkələrində Qərbi Avropadan daha ucuzdur. Bəli. Lakin təhsili və ümumiyyətlə inkişafı götürsək, siz də Malayziyada oldunuz, gördünüz, bu bir sürpriz oldu. Yəni bu nöqteyi nəzərdən Malayziyanı məhz Qərbi Avropa ölkələri ilə mən müqayisə edərdim. İndi baxın, Qərbi Avropanın inkişaf etmiş ölkələrinin təhsilini götürürük bir tərəfdən. Hələ mən konsepsiyalar məsələlərə toxunmuram, çünki bu başqa bir maraqlı məsələdir. Digər tərəfdən isə daha qiyməti uyğun olan Şərqi Avropa ölkələri ilə müqayisə etdikdə biz görürük ki, burada elə bil ki, bir flakon içində iki dənə şey görürük. Nə üçün? Birincisi, qiymət baxımından Malayziyadakı, belə deyək, yataqxanaların qiyməti təxminən, mən indi İstəyirsiniz, mən sizə müqayisə olaraq bəzi Avropa ölkələrindəki qiyməti deyim, istəyirsiniz sadəcə Malayziyada olan qiyməti deyim və məni dinləyənlər özləri dəyərləndirəcəklər. Malayziyada qiymətlər başlayır, yəni yataqxanalarda $90-dan, indi $90 mən onun altını cızmalıyam yəqin ki, daha çox Kuala Lumpur dışında olan yerlərdədir. Amma yenə də Kuala Lumpur olmasa da başqa şəhərlər də orada, yəni elə deyil ki, bir şəhər inkişaf edib, digərləri isə kənd kimidir. Yox, onlar hamısı inkişaf ediblər. Amma o digər ölkələrin indi Kuala Lumpura görə müəyyən mənada fərqi var. Yəni daha çox adam Kuala Lumpura gəlir, Kuala Lumpur paytaxt sayılır. Yəni bu dəyərləndirmələrə görə müəyyən bir fərqlər var. Lakin orta hesabla götürsək, yaşam qiymətləri $120, $150, $170. Bax, bu qiymətləri biz götürək, Kuala Lumpurda məsələn. O, yəni ki, kondisionerli, bütün imkanları orada olan, yəni ehtiyacları, necə deyirlər, qarşılayan yataqxanalardır. Bu ən standart yataqxana deməli ödənişini mən deyirəm. Çünki bəli, orada daha bahalı yataqxanalar da var. Hətta lüks statuslu yataqxanalar da var. Amma inanın ki, ekvivalentə görə biz baxsaq o yataqxanalara, bu yataqxanaların ekvivalenti Şərqi Avropada bilmirəm, amma Qərbi Avropada onların standartında olan yataqxanaların qiyməti ən azı 2 dəfə yüksəkdir. Ən azı. O ekvivalent nədir? Yəni kiməsə maraqlı olsa mən bu barədə ayrı danışaram. İkincisi, xərclər, yaşam xərcləri. Belə deyək, yaşam xərcləri ilə bir yerdə aylıq hardasa üstə gəl, yəni 300, bəlkə də $350. Yəni o tələbəyə baxır. Bəzi tələbə daha çox xərcləməyi sevir, ya ehtiyac duyur. Digərləri isə daha belə deyək, qənaətlidirlər və ona görə də bu fərqli ola bilər. Amma orta hesablar $300-350. Çünki mən bilirəm ki, bəziləri mənə deyəcəklər ki, mən hələ böyük rəqəm söyləyirəm. Kimsə ola bilsin, desin ki, tamam, 350 olmasa 400-dür. Mən orta hesabla bunu qeyd eləyərdim.
İnanılmaz. Mən öz misalımdan deyə bilərəm ki, mən İsveçdə təhsil alırdım keçən ilə kimi və İsveçdə mənim elə bir tək yataqxanamın qiyməti 350 avro təşkil edirdi ki, ən ucuz yataqxana idi, ən ucuz yataqxana idi. Ortaq mətbəxi istifadə etmək şərti ilə 350 avro ki, lotereyada qazanmışdım. Normalda mən İsveçdə, yəni lotereyada udmaq şansım olmasa 450-500 avrodan aşağı, yenə də deyirəm, kondisioner yoxdur, isitmə sistemi var, hansı ki qışda yenə də donursan soyuqdan və şərait də belədir ki, ümumi mətbəxdən 15 nəfər ilə birgə istifadə edirsən, 500 avro, 450 avroya başa gəlirdi. Və eyni zamanda da hal-hazırda Belçikada dayım qızı təhsil alır, onun bir tək yataqxanası 750 avroya başa gəlir aylıq olaraq. Biz isə burada 350 dollar dostlar. Yəni 350 dollardan sizin yemək, gəzmək xərcləriniz, yataqxana xərcləriniz daxil olmaqla. Çünki Asiyada siz 3 manata da yemək yeyə bilərsiniz ki, universitetin yataqxanasında biz orada olarkən mən də universitetin yataqxanasında və universitetin nəzdində olan kantinlərdə belə deyək də yemək imkanım oldu. 3 manata, 4 manata böyük porsiyalarda yaxşı yemək yeyə bilirsiniz ki, bu Azərbaycanda da hal-hazırda mümkün deyil ümumiyyətlə və yenə də Avropada 3 avrodan danışmayaq ümumiyyətlə, yəni bu mümkünatı yoxdur. Bu çox gözəl bir məsələdir və eyni zamanda bu qiymətlərə baxdıqda elə belə çıxır ki, əgər rayondan, mən özüm məsəl üçün Gəncədən gəlmişəm də belə deyək, Gəncədən mən Bakıya gəlib elə başa-baş eyni xərcləri xərcləyirəm, Bakıda hal-hazırda kirayə qiymətlərini nəzərə alaraq. Düzmü fikirləşirəm bu məsələdə? Yəni mən dediyim kimi universitetlər arasında da müəyyən bir fərq ola bilər. Çünki bəzi universitetlərin yerləşdiyi yer daha bahalı ola bilər. Digər universitetlərin torpağı daha uyğun ola bilər qiymət baxımından. Yəni ki, amma hər halda özəl universitet olsun, dövlət universiteti olsun və ya butik universitetləri olsun. Bütün bu universitetlər bu məsələyə diqqət yetirirlər və hətta mən sizə deyim, indi biz əməkdaşlıq qurmuşuq və artıq 20-yə çatacaq əməkdaşlıq etdiyimiz partnyorluq, agentlik olaraq yox, biz məhz partnyorluq səviyyəsində əməkdaşlıq eləyirik, çünki o daha bir geniş məsələləri nəzərdə tutur və bütün bu universitetlər çalışırlar ki, öncədən belə deyək, müəyyən məsələlər varsa, çünki kültürel olaraq fərqlidir, ölkələr fərqlidir, ola bilsin ki, bəzi şeylər bizə tanış deyil, biz bilmirik. O barədə öncədən çalışırıq məlumatı təqdim eləyək ki, daha sonra hansısa bir narahatlıq olmasın. Yəni, tamamən şəffaf və açıq məlumat təklif olunur. Bizim partnyorlar tərəfdən, universitetlər tərəfdən və eyni zamanda da biz təmin eləyirik və biz də çalışırıq onu təmin eləyək ki, bizim vasitəmizlə oraya müraciət eləyənlər, yəni həqiqətən də məmnun qalsınlar. Çünki bu artıq bizim reputasiya məsələmizdir və biz də izləyirik bu məsələləri. Həm universitetlərlə bir yerdə, həm də ki, daha sonra artıq tələbələr daxil olduqdan sonra biz, bu ola bilsin başqa artıq məsələdir, amma biz bu tələbələri də izləyirik və əlaqə saxlayırıq ki, hər bir sual, ola bilsin adaptasiya zamanı müəyyən nüanslardır, falandır olduqda sadəcə bizə xəbər versinlər və ya müvafiq universitetdə çalışan insanlarla əlaqə saxlayaraq o xırda və ya digər məsələləri həll eləsinlər. Ən əsas o məsələ odur ki, bizim heç bir tələbəmiz, belə deyək, ora gəldikdə, çünki mən bilirəm, çox belə hallar olub, elə həmin o Belçikada, digər qərbi Avropa, Şərqi Avropa ölkələrindəki tələbələr gəlirdilər, küçədə qalırdılar. Məsələn, yataqxanaya gəldikləri günü qəbul düşə bilmirdilər. İndi fərqli səbəblərə görə belə hallar olub, yəni biz bunu bilirik. Burada bu mümkün deyil. Bizdə fərqli şəkildə bu həll olunur. Çünki bizdə, məsələn, özəl universitetdə oxuyan tələbələrin hamısı aeroportda qarşılanır. Bəli. Dövlət universitetlərdə oxuyan tələbələri isə biz izləyirik. Yəni, biz onlarla əlaqədə oluruq. Onlar Bakıdan getdikdə ta Kuala Lumpura gələnə qədər və oradan universitetlərinə yetişənə qədər, gələnə qədər. Yəni, bu məsələlərdə də müəyyən güvən olsun ki, heç bir, belə deyək, heç bir narazılıq, belə deyək, qaya narazılığı işarə edən belə bir məsələ ortaya çıxmasın. Əla, burada
bir dənə məsələyə aydınlıq gətirmək istəyirəm ki, Rövşən bəy biz dedikdə, yəni Lingua School-dan bəhs edir ki, dostlar, siz də daha detallı məlumat əldə etmək istəyirsinizsə, Malayziyada o həmin Rövşən bəyin qeyd etdiyi 20 məsəl üçün partnyor universitet olsun, və ya da ki, başqa universitetlərə də qəbul almaq istəyirsinizsə, bunu da Lingua School vasitəsilə edə bilərsiniz. Amma əsas məsələ odur ki, School-un ki, mən bunu gözlərimlə də gördüm. Çünki oraya getdikdə Azərbaycanlı gənclərlə də görüşdük və onların rahatlığı məni İsveçdə heç kəs belə rahatlıqla qarşılamamışdı. Özüm 3 çamadanımı daşımışdım. Ümumiyyətlə gedəndə yataqxanamın açarı belə yox idi. Yəni özüm öz problemlərimi həll etməsəydim, yəni onu mənə heç kəs etməyəcəkdi. Eyniliklə də dayım qızı Belçikaya bakalavr təhsili üçün gedibdi də və biz onu öz başına tək göndərə bilməzdik Belçikaya. Çünki bilirdik ki, o uşağı orada qarşılayan olmayacaq, o uşağı yerləşdirən olmayacaq və bunun üçün atası əlavə xərclər ödəyərək, yəni onunla getdi. Mən bilirəm ki, amma sizin vasitənizlə uşaq Malayziyaya getdiyi təqdirdə heç valideynin getməyə ehtiyacı yoxdur. Çünki siz bütün bu prosesləri onlara dəstək göstərib təşkil edəcəksiniz. Biz həm də dəstək göstəririk, həm də ki, yəqin ki, yerinə düşər onu qeyd edeyim ki, biz kifayət qədər tez-tez oraya gedib gəlirik. Yəni, mənim bu təşəbbüsə qatılmış partnyorlarım da Lingva-nın rəhbəridir. Yəni, biz daim vaxtaşırı oraya gedirik. Bu və digər, belə deyək, məsələlərlə əlaqədar danışıqlar aparırıq. Bütün tələbələrimizlə çalışırıq, vaxtaşırı görüşək. Bizim Azərbaycanın Malayziyadakı səfirliyi ilə çox sıx bizim münasibətlərimiz var, çox gözəl münasibətlərimiz var və bizim tələbələrimiz də çox aktivdirlər orada. Yəni, çox maraqlı belə bir şey baş verir və bəli, biz izləyirik və biz yerində olaraq çalışırıq, əmin olaq ki, hər şey həqiqətən göründüyü kimidir. Yəni, həqiqətən də orada oxuyan tələbələr məmnundurlar. Çünki bilirsiniz, məmnuniyyət, bilmirəm, bu barədə yəqin ki, yerinə düşər qeyd etmək. Ümumiyyətlə, Malayziya xoşbəxtlik və məmnuniyyət reytinqində belə bir dünya reytinqi keçirilmişdi. 5-ci yer tuturdu. Və hətta başqa bir məsələ var. Düzdür, tələbələrə ola bilsin birbaşa adiyyəti yoxdur. Təqaüdə çıxan dünya üzrə insanlar arasında böyük bir, məncə 70 min arasında, bəlkə də çox belə bir sorğu keçirilmişdi və Malayziya dünyanın 8-ci yerdə idi. Yəni, oraya məhz, belə deyək, hüzur, sakitçilik, rahatlıq tapmaq istəyən insanlar hər bir yaşda, olsun gənc tələbə və ya təqaüdə çıxmış insanlar məhz Malayziyanı özünə atırlar və yenə də deyirəm, bu yeni bir üfüqdur. Hələ ki, bizim üçün, Azərbaycan üçün tanış olmayan üfüqdur, amma mən heç şübhə etmirəm ki, qısa müddətdə daha çox insanlar biləcəklər. Çünki o, bilirsiniz, necə ki, mən bəzən bu misalı gətirirəm, qaynar qazan. Görürsünüz, gözəl yeməklər orada pişir, amma bilmirsən nədir. Gərək o qazanın üstünü açasan və orada içində olanın dadına baxasan. Bax, biz onu çalışırıq edək ki, onun dadına baxmaq imkanı məhz insanlar özləri əldə edə bilsinlər və bu səbəblə də biz bu yaxınlarda, səhv etmirəmsə, bir 6 ay bundan əvvəl tələbələri oraya qış kəmpinə, üzr istəyirəm, yay kampına aparmışdıq, bəli. Yəni, bax belə. Çox super. Elə bunu demişkən, o qaynar qazanı dadmış biri kimi deyə bilərəm ki, orada mən vaxt keçirdim bu qədər. Malayziyada təhsil məni söz nəsil mənasını təəccübləndirən və doğrudan da onu bir alternativ görməyə ikna edən, necə deyərlər, bir, yaşam xərclərinin aşağı olmasıdır ki, dostlar, xatırladaq ki, bir tələbənin yataqxana xərci, qalmaq, yemək xərci ilə birgə 300-350 dollarlıq sizin xərciniz olacaq. Bunu 1.70-ə vursaz, bir tələbənin Bakıda xərclədiyindən bəlkə daha da azdır. Odur ki, sizə ay xaricdə təhsil almaq mümkünsüzdür, çox bahadır. Bunlar əlbəttə ki, siz Amerika alternativində baxdıqda, Avropa alternativində baxdıqda, bəli, baha başa gələ bilər. Amma Malayziyada yaşam xərclərini və real olan yemək xərclərini nəzərə alaraq bu o qədər də baha deyil. Yəni, Bakı qiymətlərindən belə ucuza başa gətirə bilərsiniz. Bunu yadda saxladıq. İkinci məsələ isə burada vacib olan təhsilin keyfiyyəti. Bilirəm ki, bizi izləyənlər var və bakalavr təhsilinə getmək istəyənlər var. Ölkə çox təhlükəsizdir, bunu da vurğuladıq. Ölkənin təhlükəsiz olması və sizin güvənilir bir partnyorla övladınızı göndərmək
eləməyiniz də bu çox vacib bir faktordur. Çünki insanlar, valideynlər ələxüsusda Malayziyada olanda ünsiyyətdə idim, tərəddüd edirlər ki, əşim magistra gedər, bakalavr burada ADA-da oxusun. ADA-ya verəcəyiniz illik ödənişi inandırım ki, siz Malayziyada çox gözəl bir universitetdə uşağınızı oxuda bilərsiniz. Başa düşürəm ki, tərəddüd nədən ibarətdir ki, xaricə göndərməyin. Amma o qədər Malayziya bir də nəyə bəyəndim? Sən Avropaya uşağını göndərirsən və orada bakalavra göndərdikdə əlbəttə ki, biraz uşaq çox gənc olur, 17 yaşında gedir, 18 yaşında gedir. Orada Avropada onu limitləyən də deməyim, onu kontrolda saxlayan heç kəs olmur. Amma Malayziyada məni təəccübləndirən oldu ki, yataqxana belə tələbələrə müəyyən şərtlər qoyur. Sırf bakalavr tələbələrinə ki, sən 11-dən sonra evə gələ bilməzsən. Çünki o başa düşür ki, o məsuliyyət daşıyır o tələbə üçün və bu çox gözəl bir faktordur, ələlxüsusda bizim kimi bir cəmiyyətin fərdləri üçün. Siz nə düşünürsünüz bununla bağlı? Siz daha detallı nümunə gətirə bilərsiniz, sırf bu təhlükəsizlik. Bəli, Jalə xanım, təhlükəsizlik məsələsinə yəqin ki, düzgün olaraq ki, mən öncə təhlükəsizlik məsələsinə toxunum, sonra isə deməli, daha bir nüansa mən istəyirəm toxunum. Həqiqətən də təhlükəsizlik reytinqində, bilmirəm qeyd etdim, yox, dünya üzrə 18-ci yerdədir. Bu çox güclü bir göstəricidir. Və bu səbəblə mən sizə söyləmək istəyirəm, dünyanın bir çox ölkələrindən sadəcə təhsilin yüksək olduğuna görə yox, sadəcə qiymətlərin uyğun olduğuna görə yox, məhz təhlükəsizlik baxımından seçim edən adamların və ölkələrin sayı kifayət qədər çoxdur. Və mən sizə belə bir misal gətirim. Məsələn, bizim universitetimizin birində, o kifayət qədər güclü və məşhur universitetdir və bu arada QS reytinqlarında bizim universitetlər çox yüksək pillələr tuturlar. Həqiqətən də çox yüksək, dünya üzrə. Və o universitetdə 600-dən çox sadəcə Yaponiyadan tələbə oxuyur. Sadəcə, bilirsiniz ki, Yaponlar çox titiz bir millətdirlər. Onlar daha üstünlük verirlər ya Yaponiyanın özündə oxusunlar tələbələr və ya məsələn İngiltərəyə, Amerikaya, bəzən Fransaya göndərirlər müəyyən sahələr üzrə. Bu arada Malayziyada konkret sahələr üzrə çox gelişmiş bir ölkədir. Texnoloji baxımından, belə deyək, bu sahədə olan kompüter texnologiyaları sahəsində, hospitality sahəsində, bax bu xüsusən mən bu sahələri deyirəm. Əlbəttə ki, başqa sahələrdə də artıq Malayziya özünü göstərib və sadəcə Yaponiyadan burada bir universitetdə bu qədər tələbənin olması onu göstərir ki, həqiqətən də təhlükəsizlik, güvən və əlçatanlıq, yəni qiymətlərin uyğun olması çox vacib faktordur ki, əsas ola bilər ki, həyatı quracaq gənclər və digər tərəfdən buna sərmayə ayıran valideynlər düzgün seçim edə bilsinlər. Və buna da əlavə olaraq onu demək istəyirəm ki, Malayziyadakı təhsil, İngiliscə buna deyirlər hands-on experience, yəni ki, təhsil praktik təcrübə üzərində qurulub. Və mən sizə söyləyim, bizim bir neçə tələbəmiz var ki, başqa ölkələrdə oxuyurlar. Bir neçə fərqli ölkədə, yəni həm Qərbi Avropada, həm demək Şərqi Avropada, hətta Türkiyədə oxuyan tələbəmiz var idi, kifayət qədər güclü universitetdə oxuyurdu. İndi mən etik baxımdan universitetlərin adını söyləməyəcəyim burada. Amma bu tələbələr burada oxuyaraq, Malayziyada indi oxuyaraq artıq, onlar deyirlər ki, indi uşaqların birinin kəlməsini mən səsləndirmək istəyirəm, deyir ki, dağlar qədər fərq var. Dağlar qədər fərq var. Çünki deyir, mən burada indi keçdiyim, indiki mərhələdə keçdim. O isə daha aşağı, belə deyək, siniflərdə kursdadır, indi tələbələrdən biri. İndi keçdiyim məsələləri, məsələn, kompüter texnologiyaları sayəsində mənim dostum o ölkələrdən birində, belə deyək, universitetlərin birində 4-cü kursda bakalavriatda keçir. Bu isə ilk mərhələdə bunu artıq keçir bu sahəni. Yəni və bilirsiniz, təcrübə ya universitetin özünə gəlir. Mən bilmirəm, məncə siz oldunuz o bəzi universitetlərdə, harada ki, tibb, belə deyək, universitetə gəlib və orada tibb üçün bütün geniş, ən belə fantastik imkanlar qurulub.
İqtisadiyyatdırsa, iqtisadiyyat sahəsində fantastik imkanlar qurulub və s. Bunu bu barədə çox danışmaq olar. Və ya əksinə, tələbələr universitetlər kontrakt imzaladığı, əməkdaşlıq üzrə deməli kontrakt imzaladığı kampaniyalara böyük məşhur, dünyaca məşhur şirkətlərdə praktikalar alırlar və bu praktikada sürəkli olur. Yəni ki, o elə deyil ki, ildə bir dəfə getdilər. Əslində bütün fəaliyyət, bütün bax bu təhsil praktiki bilik üzərə gedir və çox maraqlı bir şeydir. Və burada da bir nüansa da mən istəyərdim diqqəti cəlb edeyim. Bilirsinizmi, konsepsiya barədə mən söylədim ki, universitetlərin fərqli konsepsiyaları var. Çox maraqlıdır. Bu mən çox gözəl mənada təəccübləndirdi ki, universitetlərin tələbəni və tələbənin maraqlarının mərkəzdə olması gündəliyin əsas məsələsidir. Və buna da yönəlik olaraq hər bir universitet, bilirsiniz, universitetlərin prioritetləri fərqli ola bilər, onların forteləri fərqli ola bilər, yəni əsas o istiqamətləri fərqli ola bilər və fərqlidir əlbəttə ki. Amma məhz bu baxımdan tələbələrə belə deyək, yaxınlaşma məsələsini onlar çox titizliklə işləyirlər. Məsələn, universitetlərdən biri var ki, tələbələrin stres məsələsinə çox diqqətlə baxır və maraqlı deməli onların təşəbbüsləri və təcrübələri var. Hətta mən sizə deyim, Qərbi Avropa və Qərbi Avropa deyəndə mən Yaponiyanı nəzərdə tuturam. Çünki Yaponiya Asiya ölkəsi olmasına baxmayaraq bir çox məsələlərdə bilirsiniz Qərbi Avropa reytinqlarında gedir və orada diqqətdən, amma bilərəkdən diqqətdən kənar saxladığı bəzi məsələləri, məsələn, yenə də deyirəm, stresə aid olan məsələləri Malayziyada önə çəkirlər. Və COVID xəstəliyi zamanı, bu epidemiyası zamanı bu universitetlərdə bu artıq təcrübə özünü bildirdi. Həm tələbələrin, belə deyək, bu durumunu qarşılamaq üçün, həm tələbələrin dərsdə aktiv fəaliyyət göstərmə imkanlarını genişləndirmək üçün. Və buna daha bir sübut da olaraq demək istərdim ki, bəzi universitetlər, məsələn, yapay zəkanı, süni intellekti tətbiq eləməyə başladılar. Yəni, mən ilk dəfə, baxmaraq ki, Amerikada mən oradakı universitetlərdə də olmuşam, çıxış etmişəm hətta sahələrim üzrə. Amma burada gördüyüm məsələlər məni çox təəccübləndirdi ki, yapay zəka, üzr istəyirəm, süni intellekt artıq yaşayır və sadəcə bir, necə deyirlər, bir veranda olaraq deyil, tələbələr bəhrələnirlər. Tələbələr universitetə gələ bilmədikdə də onun qarşısını alır, yəni ondan bir çox şey əldə edirlər. Və bu artıq göstərir ki, həqiqətən də 21-ci əsrin səviyyəsinə cavab verəcək bir təhsil səviyyəsidir. Çox möhtəşəm məsələləri vurğuladınız. Bir dənə ümumiləşdirərdik ki, izləyicilərimiz üçün bir daha. Dostlar, Malayziyada təhsil alaraq siz 21-ci əsrin tələblərinə uyğun təhsil alacaqsınız. Yəni bu Amerika, Avropa təhsili ilə bərabərdir. Hətta mən deyərdim ki, daha da üstündür. Çünki siz praktika əsaslı dərslər tədris alırsınız. Çünki Malayziya təhsili belədir ki, sizi əmək bazarına hazırlayır. Məni İsveç təhsili əmək bazarına hazırlamadı. Məni akademiyaya hazırladı ki, bu mənə maraqlı da deyildi. Amma Malayziya təhsili sizi sırf əmək bazarına hazırlayacaq və o deməkdir ki, siz 4 ili bitirdikdə siz sahəniz üzrə doğrudan da peşəkarlaşacaqsınız və peşəkar olacaqsınız. Sadəcə Avropa təhsilində, ən azı İsveç təhsilində həm akademik biliklərə yiyələndim söhbəti olmayacaq. Sizin yetərincə praktikanız olacaq, sizin yetərincə akademik bilikləriniz olacaqdır. Bu da çox gözəl bir alternativdir sizə təklif olunan. İkinci məsələ ondan ibarət ki, beynəlxalq mühit. Rövşən bəy Yaponları qeyd etdi. Biz orada olduqda gördük ki, Çin var, Mərkəzi Asiyadan insanlar var, Taylandda olsun, yəni digər o Asiya ölkələrindən olan tələbələr var və o deməkdir ki, siz gedib bir tək malaylarla təhsil almayacaqsınız. Gedirsiniz Türkiyəyə, bir tək türklərlə təhsil alırsınız. Okey, adda budda bir-iki dənə də Avropalı ola ya olmaya. Buraya isə siz gedirsiniz sırf ingilis dilində danışmağa, sırf İngilis mühitində, belə deyək də, yəni İngilis dilli bir mühitdə, xarici vətəndaşlar ilə bir mühitdə olacaqsınız və bu da inanılmaz sizi söz nəsil mənasında böyüdəcək və inkişaf etdirəcəkdir. Və üçüncü məsələ də əlbəttə ki, ondan ibarətdir ki,
Biz təhlükəsizlik məsələsinə artıq toxunduq və hər bir anlamda çox təhlükəsizdir və bir də xatırlatmaq edim ki, Malaziya vizasızdır. Azərbaycan vətəndaşları Malaziyaya vizasız gedib, bu o deməkdir ki, sizin valideynləriniz, qohumlarınız gəlib Asiyanı vizasız kəşf edə biləcəklər ki, bu Amerika, Avropa olduğu təqdirdə hələ onun bir də Schengen vizası var, hələ üstünə bir də Amerika vizası var. Yəni bu da yenə də hər bir baxımdan müsbət tərəfləridir Malaziya təhsilinin ki, siz də istərdim bunlardan xəbərdar olasınız. Bəli, bəli. Buyurun, buyurun. Sualımı da İstəyirsiniz mən buyurun. Sualımı verim. Çünki mən bilirəm ki, bizi izləyənlər var və sualları da var. Son bir sualı vermək istəyirəm ki, təhsil haqqlarının qiyməti və eyni zamanda təqaüdlü təhsil imkanlarını da əhatə etsə sevinərdim. Və ondan sonra dostlar, bizi burada izləyənlər sizə sual verməyə imkanı yaradacağım və şərhlər açacağım ki, suallarınızı rahatlıqla yazasınız. Odur ki, suallarınız barədə düşünə bilərsiniz. İndiki sualım var. Malaziyada təhsil qiymətləri, təhsil haqqları daha doğrusu və eyni zamanda təqaüdlü təhsil imkanı. Tamam. Deməli, bu huzurlu və gülərüz ölkədə mən bu məsələyə cavab vermək üçün deməli, oxumaq üçün orada qəbul sayı da çoxdur. Yəni, məsələn, Azərbaycanda bir dənədirsə və ya başqa ölkələrdə ola bilsin 2 dənədirsə, orada 3, 4, bəzi universitetlərdə 5, 6 və hətta hər ay, belə deyək, faktiki olaraq qəbul olur. Yəni, bu məsələ ilə əlaqədar kiminsə sualı olsa, mən məmnuniyyətlə cavab verərəm. Çünki təhsil orada, dediyim kimi, uyğundur və təhsilin qiymətləri təxminən baxaraq hansı universitet nəzərdən keçiriləcək. Hardasa 4 dollardan biz danışırıqsa, 3000, 3500, 4000, 5000 və 7000. Orta hesabla götürək hardasa 5000, 4500, 5000, 6000 arası belə. Yenə də mən deyirəm ki, universitetlər fərqlidir, sahələr fərqlidir, ona da baxmaq lazım olacaq. O ki, qaldı təqaüdlərə, dövlət təqaüdləri var və ümumiyyətlə dövlət tərəfindən ən gözəl bir mənada güclü nəzarət var təhsilə və dəstək çox böyükdür. Və ona görə orada həm dövlət universitetləri var, həm dövlətlə sıx əməkdaşlıq eləyən deməli, özəl universitetləri var və digər özəl universitetlərdə o müvafiq standartlar üzrə fəaliyyət göstərirlər. Dediyim kimi, o da çox şəffafdır. Və özəl universitetlərdə təqaüd almaq üçün imkanlar öncə əlbəttə ki, daxil olmaq lazımdır, oxumaq lazımdır, özünü göstərmək lazımdır. Daha sonra ola bilsin ki, birinci və ya ikinci semestrdən sonra artıq universitetdən universitetə fərq var. Müəyyən hansısa bir, deməli, həmən o universitetdə təklif olunan təqaüdlərə baş vurmaq olar və ya da ki, dövlət universitetlərində dediyim kimi, onların səhv etmirəmsə, 2 rəsmi deməli, təqaüdü var. Bəli, onlara da baş vurmaq mümkündür. Qısaca olaraq belə. Burada bir dənə məsələn vurğulayım. Mən ən təəccübləndirən məqam oldu ki, universitetə qəbul almaq üçün bir tək IELTS belə yetərlidir. Mən bilirəm ki, burada Avropada, Amerikada universitetə qəbul almaq üçün GMAT-dir, GRE-dir, SAT-dir, bununla tələbələr nə qədər əziyyət çəkirlər, nə qədər stres keçirirlər. Amma Malaziyada təhsil üçün siz bir tək IELTS sertifikatınızla da qəbul ola bilərsiniz. Doğrudurmu? Düzmü xatırlayıram? Tamamən düzdür, amma bununla bir yerdə, yəni ki, yanlış təsəvvür yaranmasın ki, təəssürat yaranmasın ki, orada təhsildə nəsə bir boşluq var. Yox, əksinə, orada təhsil çox güclüdür və nəzarət də çox güclüdür. Və mən onun üçün bəzi hətta müraciət edən, maraqlanan ailələrə, tələbələrə deyirəm ki, tənbəllik varsa, oxumaqla ara o qədər də yaxşı deyilsə, məqsədlər yəni göstərilən kimi deyilsə, yəqin ki, o siz istədiyiniz istiqamət deyil. Necə ki, belə deyək, digər inkişaf etmiş ölkələrə amma qiymət baxımından demirəm, mən təhsil baxımından deyirəm. Çünki çox güclüdür orada təhsil. Bununla bir yerdə orada bu plankalar daha aşağıdır. Çünki ingilis dilli ölkədir
Və digər tərəfdən Malayziya müəyyən 30 il bundan əvvəl artıq başlayıb bunu məqsəd qoyub ki, cəlb edici olsun dünya üçün məhz təhsil sahəsində. Və onun əsas rəqibləri məsələn qonşu Sinqapur, Cənubi Koreya, hətta Yaponiya və Hong Kong ölkə olmasa da Hong Kong adlandıra bilərdim. Yəni onlar arasında müəyyən bir rəqabət gedirdi və Malayziya çox hızla, çox böyük sürətlə bir o pillələri keçirdi, o addımları keçirdi və çox irəli keçdi. Həm qiymətləri aşağı salmaqla, həm o ölkənin təhlükəsizliyi dediyimiz kimi olmasıyla, həm bu intake'ların, yəni qəbul sayılarının daha çox olmasıyla və digər bax bu məsələləri biz nəzərə alsaq, bunun hesabına bəli, Malayziya və mən elə başa düşürəm ki, məsələn, bizim vasitəmizlə müraciət edən tələbələr də xüsusi endirimlər alırlar oradakı universitetlərə və bu arada maraqlı olarsa yadımdan çıxmamış deyim, biz o dekabr ayında fuar planlayırıq, sərgi planlayırıq. Məhz Malayziyadakı təhsil barədə daha çox məlumat verək və bu sadəcə elan olmayacaq, universitetlər gələcək bura. Birbaşa iştirak edəcəklər. Və mən onu demək istəyirəm ki, o universitetlərin əlbəttə ki, saytları da var, orada verilən məlumatlar da var. Hamısı da biz sadəcə yəni qapıları tamamilə açırıq. Amma bizim vasitəmizlə müraciət edəcək insanlar, onlar xüsusi endirimlərə nail olacaqlar. Möhtəşəm, möhtəşəm. Çox təşəkkür edirəm. Mən istəyirəm ki, insanlara da sual verməyə imkan və şərait yaradım. Yoxsa ki, mənim suallarım bitməyəcəkdir. Odur ki, dostlar, Malayziya təhsillə bağlı nə sualınız varsa burada şərh olaraq qeyd edə bilərsiniz. Mən istərdim ki, siz deyəsiniz ki, sərginin tarixləri hansı tarixlər olacaqdır? Sırf Malayziyada təhsil, çünki izləyicilər gəlib bilavasitə universitetlərin nümayəndələri ilə canlı danışa bilərlər, sizinlə tanış ola bilərlər və tarixlərini deyə bilsəz və məkanı deyə bilsəz ki, harada olacaq. Ehtimal edirəm ki, sərgi tamamilə ödənişsiz olacaqdır. Sadəcə insanlar gəlib iştirak edə bilərlər. Demək, sərgi Bakı şəhərində dekabrın 1-də olacaq. Və mən səhv etmirəmsə artıq qərar qəbul olunmuşdu, Park Inn otelində keçiriləcək. Çox gözəl mərkəzdə, oteldə. Bəli, çox rahat bir yerdir. İndi hələ ki mən bunu söyləyə bilərəm. Zaman, yəni daha dəqiq vaxt əlavə olaraq veriləcək bu məlumat. Əla, əsas odur ki, izləyicilərimiz bilsinlər ki, Bakıda, Malayziyada təhsil sərgisi təşkil olunacaqdır və yenə də sizin əlavə hər hansı bir suallarınız varsa, daha spesifik. Çünki biz bugün canlı yayında sizə ümumi təsəvvürümüzün formalaşması üçün bu məlumatları verdik. Çünki insanlar, biz Malayziyadan, Asiyadan biraz uzağıq, gəlin bunu etiraf edək. Ən yaxını bu Mərkəzi Asiyadır ki, Qazaxstan, Uzbekistan dedikdə nəsə təsəvvür edə bilirik. Qırğızistan dedikdə ucu elə bir ki, o məlumatlarımız bir azalır. Malayziya çatanda ümumiyyətlə heç nə olur. Və özümün də elə bir təəssüratım var idi, hələ mən Taylandda yaşamış biri kimi mənim ən yaxından əlaqəm var idi. Onunla belə o qədər aydın təsəvvürüm yox idi deyə və deyirdim, Malayziyada nə qədər inkişaf edə bilər ki, inanılmaz dərəcədə inkişaf edib dostlar. Yəni təsəvvür edə bilmədiyiniz dərəcədə infrastrukturu olsun, nə bilim şəraiti olsun. Yəni Sinqapur ilə bərabər müqayisə edə biləcəyiniz infrastruktura malik, inkişaf etmiş bir ölkədir ki, Sinqapur hamımızda təsəvvürdə var, lakin Malayziya yoxdur və o bənzər təsəvvürünüzdə aydın formalaşsın deyə deyirəm ki, Sinqapur ilə bərabər, yəni ki, o dərəcədə inkişaf etmiş infrastrukturu var, şəraiti var, təhlükəsizliyi var və vizasızdır ən əsas məsələ və təhsili də inanılmaz. Yəni, mən oradakı universitetə daxil oldum, dedim ki, mən 2 ildir İsveçdəyəm, mən belə bir abu-hava görməmişdim də, çünki o qədər American Universities mənə xatırlatdı, belə Amerikada universitetlərin bir başqa axı abu-havası olur. Orada tələbələr qruplaşıb nəyinsə üzərində çalışırlar. Burada sərgi təşkil edib nəsə satırlar və tamamilə fərqli bir beynəlxalq mühitdə siz böyüyə bilərsiniz, beynəlxalq mühitdə təhsil ala bilərsiniz. Sırf Malayziyada təhsil alaraq. Burada sual gəlibdir ki, medical science haqqında, ümumiyyətlə medical science yönümündə təhsil təklif edən universitetlərlə bağlı spesifik bir şey deyə bilərsiniz? Bəli, yəni bu sahədə də çalışan universitetlər var, həm dövlət universitetləri var, həm özəl universitetləri var. Adlarını da çəkmək mümkün olacaq. İndi kimə xüsusən maraqlı olacaqsa bu barədə mən ayrı danışacağam. Yəni maraqlı odur ki, yəqin ki onu demək lazımdır. SAT orada tələb etməyəcəklər.
SAT orada tələb etməyəcəklər. Amma ki, standart, yəni orada verilən imkanlar və oradakı təqdim olunan daha sonra bu diplom, yəni hər yerdə, dünyanın hər bir yerində tanınan bir diplomdur. Siz gördünüz, mən ən azı bir universiteti mən bildiyim qədər siz oraya getdiniz və oradakı avadanlığı gördünüz. Yəni Asian həm göz Pacific University. siz oraya getdiniz. Tamam. İndi təsəvvür edin, orada belə bir ən azı bir neçə indi bizim siyahımızda olan universitet var ki, oraya gəldikdə sadəcə wow deyəcəksən. Yəni ki, bu cür avadanlıq tələbələrə mi təqdim olunur? Yəni bu cür avadanlıq mı üzərində bu uşaqlar yəni öyrənirlər? Hətta mənimlə bir neçə dəfə gedəndə yanında Azərbaycandan gələn insanlar var idi. Yəni kifayət qədər təcrübəli insanlar idi. Dünyanı görmüş insanlardı. Deyirlər ki, mən də istəyərdim, gənc olum, gedim orada oxuyum. Yəni belə bir şərait qurulub. Ona görə dediyim kimi ingilis dili tələbi var, bəli. Və bu ingilis dili IELTS tələbi nisbətdə götürsək, ingilis dili ölkə olduğu üçün çox da yüksək deyil. Magistratura üçün hardasa 6-6.5. O ki qaldı, məsələn, sistem, siz bilirsiniz ki, Azərbaycanla məktəblər sistemi fərqlidir. Burada 11 illik sistemdir, orada 12 illik sistemdir. Ona görə buradan oraya oxumağa gedən tələbə bir il foundation oxumalıdır. Amma mən qeyd etməliyəm ki, foundation Malayziyada məhz ixtisas üzrədir. Yəni dil öyrənmək üçün deyil, çünki o zaten ingilis dilindədir. Amma seçilən ixtisas üzrə və burada da çox özəl bir nüans var. Siz bakalavriata girdikdə artıq istiqamətinizi dəyişə bilməyəcəksiniz. Çünki artıq seçmisiniz ixtisasını. Amma ki, foundationa daxil olduqda, məsələn, bir semestrdən sonra görürsünüz ki, seçdiyiniz ixtisas sizi qane etmişsiniz, başqa bir ixtisas seçmək istəyirsiniz. Bax, bu məsələni artıq, çünki siz həyat qurursunuz, dəyişmək mümkündür foundation səviyyəsində və sona çatdırmaq onu da mümkündür. O ki qaldı, demək, oxuduqdan sonra mən düşünürəm ki, soruşacaqlar rezidentura barədə, yəni tibb üçün oxuyanlar. Rezidentura üçün imkan təəssüf ki verir. Yəni ki, birinci mərhələni oxuyacaqlar, amma rezidentura artıq bu ikinci məsələdir. O da hələ ki müzakirə olan bir məsələdir, belə deyək. Bir dənə də düzəliş edim ki, dostlar, biz Malayziyada həm bakalavr, həm magistr təhsilindən söhbət gedir. Burada hətta PhD təhsili belə edə bilərsiniz. Hətta PhD təhsilini onlayn belə təklif edən universitetlər var. Magistr təhsilini də onlayn təklif edən universitetlər var ki, mən orada səfərdə olarkən həmin universitetlərlə tanış oldum. Yəni ona görə Malayziyada çox şaxəlidir və alternativlər çoxdur. Və burada sual gəlmişdi ki, deməli tibb təhsili ilə bağlı, bəli, Malayziya ən aşağı büdcəli deyərdim ki, yenə də Amerikada müqayisədə, Avropa ilə müqayisədə aşağı büdcə ilə siz Malayziyada çox gözəl keyfiyyətli tibb təhsili ala bilərsiniz. Və Rövşən bəy də vurğuladığı kimi laboratoriyalar praktik əsaslı olduğu üçün bütün tədris, siz IT sahəsinə də getsəz, kiber təhlükəsizlik sahəsinə də getsəz, tibb sahəsinə də getsəz, hətta psixologiya sahəsinə belə getsəz ki, biz orada bayaq sual var idi ki, magistr psixologiya təhsilini ala bilərsiniz. Bəli, ala bilərsiniz. Biz psixologiya fakültəsinə getdik və orada hətta məxsusi düşünün ki, otaqlar var ki, sırf o psixoloji diskussiyalar üçün pasiyentlər gəlir. Məsəl üçün, bir dairə şəklində pasiyent nəyisə müzakirə edir və siz o pasiyentin yanında oturub onu müzakirə etmirsiniz tələbə olaraq. Sizin müşahidəniz üçün alternativ başqa bir otaq var. Arada bir güzgü var, güzgü deyim, şüşə deyim ki, qarşı bir-birinizi görmürsünüz. Amma o şüşədən siz tələbə olaraq o prosesi, peşəkar psixologiya seansını müşahidə edə bilmək üçün şərait yaradıblar sizə. Yəni, ay kitabdan oxuyun, təsəvvürünüzdə formalaşdırın, işləyəndə tətbiq edib baxarsınız, söhbəti yoxdur. Siz praktikada çox gözəl biliklərə yiyələnəcəksiniz. İstər psixologiya sahəsi, istər IT sahəsində. Ora getdik ki, robotlar var. Siz robotlarla çalışırsınız, siz dronlar üzərində çalışırsınız. Siz orada VR eynəklərlə çalışırsınız da. Elə deyil ki, VR təhsilini alırsınız, amma hər şey sadəcə kitab üzərindəndir və ya da ki,
elektron nəyinsə üzərində də siz o VR ilə birbaşa əlaqədəsiniz, eyni zamanda süni zəka ilə birbaşa çalışırsınız. Birja təhsili, bilmirəm birja Azərbaycan dilində necədir, yəni sizin orada ayrıca bir birja sinifi var idi ki, real ona baxa bilirlər. Kiber təhlükəsizlik şoka düşdüm. Bir skrin var idi ki, bütün dünyada olan kiber atakalar, kiber cinayətləri tələbə gözünün qabağında görə bilir və hər birini seçib onun üzərinə araşdırma edə bilir ki, belə alternativlər var. Ona görə də Malayziyada təhsillə bağlı, yəni təhsilin keyfiyyəti şübhə altına qoya bilməzsiniz dostlar. Bunu gözlərimlə görmüşəm, doğrudan da çox keyfiyyətlidir. Bəli, Rövşən bəy. Tibb sahəsində məsələn oftalmologiya olsun, optometriya olsun, dentistry olsun, dentistry mən bilmirəm, diş həkimliyi də. Bu sahələrdə məsələn olan imkanlar, bu siz dediniz, bəzən robotlar, bəzən o xüsusi kuklalardır ki, içində görürsünüz diş, yəni tamamən elə bil ki, insanı təkrarlayan belə bir imitasiyalardır ki, çox rahat ən ilkin mərhələdə bu işi öyrənməyə asanlaşdırır. Daha sonra artıq əlbəttə ki, praktikalar elə oradaca keçirilir. Yəni bu şeylər var. Həm robotların daha çox indi tətbiq olunması və necə qeyd etdiyim kimi artıq bu hands-on təcrübə əsasında olan biliyi toparlamaq imkanları çox genişdir. Ona görə xüsusi belə deyək, tibbə aid olan sualları indi yəqin ki, burada toxunmaq necə deyək, çox vaxt alacaq sadəcə. Çünki mən məcbur olacam müəyyən nüansları açmaq, universitetlər barədə danışmaq, qiymətlər fərqi barəsində danışmaq. Mən sadəcə onu deyə bilərəm ki, qiymətlərdə fərq, tibb üçün oxuyan insanlar maraqlanacaq, qiymətlərdə fərq ən azı belə yenə də 2 dəfə Qərbi Avropadan aşağıdır. Yəni, bəzən mən hətta sizə deyim 3 dəfə aşağıdır. İndi o universitetdən universitetə fərq var. Səbəblər barədə də nə üçün və nə üzərində bu qiymətlər qurulub, o barədə də danışmaq olar. Amma ümumi təəssürat olsun deyə mən bu, belə deyək, məlumatı vermək istəyirəm ki, bilsinlər ki, həqiqətən, yəni bu qazanın üstünü açmaq lazımdır sadəcə. Burada mən bir məsələni vurğulayım. Dostlar, sizin üçün Lingua School-u, çünki görürəm ki, spesifik suallar verənlər var, universitetlərlə bağlı, ixtisasla bağlı və s. Bugünkü canlı yayımızın məqsədi sizə ümumi, belə deyək də, fikir formalaşdırmaqda Malayziyada təhsillə bağlı. Spesifik sualları olanlar, zəhmət olmasa Lingua School-a daxil olursunuz, orada telefon nömrələri var, telefon nömrəsi ilə əlaqəyə keçirsiniz, Instagram üzərindən əlaqəyə keçirsiniz və konsultasiya əldə edə bilərsiniz. Yəni, bu nəzərinizdə olsun. Bir dənə vacib sual gəlibdir, Rövşən bəy. Deməli, bakalavr təhsilinin müraciət tarixləri nə vaxt olur? Magistrin müraciət tarixləri nə vaxt olur? Yəni, o application proses necə olur, nə vaxt olur? Onu desəz çox yaxşı olardı. Ayrı-ayrılıqda aydın. Bəli. Mən bayaq qeyd etdiyim kimi bu intake'lardan söhbət gedir, yəni ki, qəbuldan söhbət gedir və Malayziya bu baxımdan fərqli ölkədir. Yəni, məsələn, orada var universitetlər ki, hal-hazırda orada qəbul gedir. Bəzi universitetlərdə qəbul gedəcək oktyabr ayında, bəzilərində dekabr ayında, bəzilərində aprel ayında, bəzilərində hər bu mən indi qeyd etdiyim ayda deməli qəbullar baş verir və o demək deyil ki, məsələn, oktyabrda və ya dekabrda daxil olan tələbə digər tələbələrdən geridə qalacaq. Yox, çünki o deməkdir ki, dekabrda daxil olan intake-ində deməli təhsilini başlayan tələbə məhz o vaxtdan təhsilini başlayır və o cürdə belə deyək davam eləyəcək. Yəni orada heç bir gerilim yoxdur. Geridə qalma məsələsi yoxdur yəni. Və beləliklə bizim əksər universitetlərin qəbulu bu indi sentyabr, oktyabr ayındayıq biz, bitmək üzərədir. Bu ayda artıq yəni ki, indi tələbələrimiz yola düşürlər. Bizim bir çox universitetlərdə artıq tələbələrin bəziləri 1-2 həftə bundan öncə, bəziləri 4 həftə öncə yəni yola düşüblər artıq oktyabrda təhsilini başlamaq üçün. Amma kimin ki marağı olacaq, məsələn, yanvarda təhsilini başlasın və ya dekabrda təhsilini başlasın, artıq indidən xəbər verməlidir. Çünki burada sadəcə təhsil məsələsi deyil, eyni zamanda bu yataqxanalar məsələləri ilə də öncədən məşğul olmaq lazımdır ki, təmin etmək ki, müvafiq qaydada
və müvafiq istənilən yataqxana uyğun olsun. Çünki bəzi universitetlərin dormları, yəni yataqxanaları dolur. Bəli. Yəni dediyim kimi oraya gələn tələbələrin sayı kifayət qədər çoxdur və gözləmək lazımdır ki, oradakı deməli yer boşalsın, uyğun olsun. Və ya alternativ, yəni o elə deyil ki, orada yer yoxdur və demək ki, mümkün olmuyor. Yox, alternativ hostellar var, universitetlərlə əməkdaşlıq edən hostellar. Bəzən hətta mən sizə söyləyim, tələbələr birbaşa kiraya çıxmağı üstünlük verirlər. İndi bu daha çox magistraturada oxuyan tələbələrdir. Çünki bakalavriatda olanlar daha gəncdirlər. Onlara biraz belə deyək, hələ alışmaq lazımdır, adaptasiya lazımdır. Amma yaşda biraz böyük olan və ya PhD-ni oxuyan tələbələr, onlar artıq istəyirlər ayrı yaşasınlar, xüsusi bir yer. Bu baxımdan da kira qiymətləri orada fantastik, yəni çox yaxşı, çox ucuzdur, çox uyğundur. Bizim hətta mən sizə söyləyim, bir 3 tələbəmiz bir universitetin yataqxanasında qalırdılar. Sonra isə onlar qərara qaldılar. Orada da şərait belə deyək, standart normal şəraitdir. Yəni problemli bir şərait deyildi, şükür Allaha. Əslində problemli şərait yoxdur o bizim universitetlərdə oxuyan tələbələrdə. Amma bu tələbələr istədilər ayrı yaşasınlar. Universitetin yanında bir yer seçdilər və faktiki olaraq sitə seçiblər özləri üçün. Və o sitədə siz baxsanız deyəcəksiniz ki, bu ola bilməz ki, tələbə belə bir şəraitdə yaşayır. Yəni hərəsinin böyük otağı var, hərəsinin nə bilim öz ayaq yolusu, ümumi mütfaqları böyükdür 3 nəfər üçün və çıxırlar balkonları, baseynləri var orada və gözəl belə şəraiti görürsən ki, yəni həqiqətən də sanki kurorta gəliblər. İndi mən yenə də ola bilsin ki, nisbətdə 3 nəfər gedəndə bu daha da sərfəlidir. Çünki onlar birləşirlər və ödəməni eləyirlər, yəni o qədər də baha deyil. Amma yenə də bu qiymətlərə baxanda və digər ölkələrlə müqayisə edəndə görürsən ki, bu daha çox uyğundur yəni. Eynən dostlar, bir daha xatırladaq ki, Malayziyada təhsil almaq istəsəniz, yaşam xərcləri, qalmaq, yemək xərcləriniz ortalama 300-350 dollara başa gələcəkdir ki, normal şəraitdə yaşamaqdan söhbət gedir, acından ölməməkdən söhbət gedir. Yəni, normal qidalanacaqsınız, normal şəraitdə yaşayacaqsınız və hər şeyiniz olacaq. 300-350 dollardır. Bu sizə fantastik gəlməsin. Məsələ ondan ibarətdir ki, Asiyada yaşam xərcləri aşağıdır, Asiyada yemək xərcləri aşağıdır. Mənim Tayland paylaşımlarımdan da xatırladığınız kimi. Və bir daha vurğulayım ki, bakalavr təhsilinə müraciət prosesi bu universitetdən universitetə dəyişir və il ərzində universitetlərin 3 dəfə 4 dəfə qəbul prosesi baş verir və bu çox gözəl bir haldır ki, siz gecikmək məsələsi olmur buradakı Avropa universitetlərində, Amerika universitetlərində ildə bir dəfə, maksimum 2 dəfə qəbul prosesi baş verir. Burada isə ki, siz bir neçə dəfə qəbul prosesi olduğu üçün fikriniz dəyişsə, dəqiqləşsə, konkretləşsə, gecikmək ehtimalınız çox-çox aşağıdır. Amma yenə də ehtiyat edin, yaraşıqıdır, vaxtında maraqlansaz, vaxtında hazırlaşıb müraciət etməyiniz əlbəttə ki, daha yaxşı olar. Magistr pilləsinə də eynən sizin universitetinizdən asılı olaraq. Burada spesifik suallar gəlirdi dostlar. Bu spesifik suallarla bağlı yəni Lingua School gərək birinci sizin portfoliyonuzla tanış olsun. Sizin daha öncəki təhsiliniz nə olubdu? Eyni zamanda sizin ümumiyyətlə karyer istiqamətiniz necədir? Nə istəyirsiniz? Necə istəyirsiniz ki, sizə alternativ universitetlər təklif etsin və ondan sonra siz qərarlaşasınız və bu səbəbdən də bu canlı yayım üzərindən sizə bir istiqamət versək, yanlış istiqamət vermiş olarıq. Ona görə tövsiyə edirəm ki, Lingua School-da konsultasiyadan keçin ki, onlar sizə ətraflı məlumat versinlər və başa düşəsiniz ki, hansı universitetə getmək istəyirsiniz Malayziyada, hansı universitetlərə getmək istəyirsiniz bəlkə də və artıq müraciət tarixində başa düşəsiniz, qəbul lazım olan sənədləri başa düşəsiniz və yavaş-yavaş hazırlaşasınız. Və yenə də xatırladım ki, dekabrın 1-i Malayziyada təhsil sərgisi də olacaqdır və siz həmin təhsil sərgisinə gəlib canlı-canlı universitetlərlə də tanış ola bilərsiniz. Bir də burada bir qeyd var idi ki, Malayziyada canlı yayım açaq və s. Mən bunu paylaşmışdım storylər üzərindən. Amma yenə də bugünləri bu canlı yayımdan sonra bütün Malayziya səfərim boyu olan storyləri highlights bölməsində toparlayacağım və siz birbaşa Malayziyanı axtarın, orada Malayziyada təhsili tapın və oradan universitetlərə baxa biləcəksiniz. Bütün gəzdiyim universitetləri də görə biləcəksiniz. Və baxın, Ümumiyyətlə Cələ xanım,
Buyurun, buyurun Rövşən bəy. İcazə versəniz, ümumiyyətlə bilirsiniz bu çox maraqlı məsələdir ki, nə üçün tələbə universitetə başvurur? Nə üçün ümumiyyətlə oxumaq lazımdır universitetdə? Yəni sonradan müəyyən bir belə deyək, ixtisas əldə etmək üçün bu daha geniş mövzudur. Mən bilirəm bu barədə çox danışmaq olar, amma bu praktiki təcrübə barədə ki mən danışdım. Malayziyada sadəcə yəni necə deyirlər, bu hər tərəfli çox dolğun belə bir yanaşma var, bilirsinizmi? Biz bu tələbələri praktiki olaraq ona görə hazırlayırıq ki, daha sonra onlar uyğun iş əldə etsinlər. Və uyğun iş əldə etmək üçün fərqli və çox maraqlı yol xəritələri var. Bəzi universitetlərdə çox praktik bir şəkildə bu baş verir. Yəni hətta konkret istiqamətlər göstərirlər ixtisas üzrə. Harada bu mümkündür, necə bu mümkündür? Və nəzərə alsaq ki, bir çox universitetlər ikili diplom təklif edirlər və bu ikili diplom və hətta blended structure deyirlər, yəni ki, bu universitetlərin başqa universitetlərlə sıx əməkdaşlığı o qədər effektiv qurulur ki, tələbələr bəzi universitetlərdə ilk məsələn 3 ildən ilk 1-2 ilini Malayziyada keçə bilərlər və ya 1 ilini Malayziyaya keçə bilərlər daha uyğun qiymətlərlə. Daha sonra o universitetdə davam etdirə bilərlər artıq oradakı qiymətlərlə. Yəni bu imkanlar çox çeşidlidir, çox fərqlidir və bu barədə indi danışmaq istəyirsən, bilirsən ki, bir məsələdən digər məsələ çıxır, ona görə mən indi toxunmaq istəmirəm, amma bir ipucu olaraq bunu vermək istəyirdim. Burada bir dənə də sual var idi ki, bəs əksərən Avropaya və Amerikaya tələbələr gedir ki, sırf sonra da həmin ölkədə qalmaq üçün, həmin ölkədə iş tapmaq üçün. Malayziyada təhsilə gələrkən və təhsildən sonra iş imkanları necədir? Malayziyada əsasən belə deyək, prioritet əlbəttə ki, bu ölkələrdə Singapur olsun, digər ölkələr olsun, bilirsiniz, prioritet öz vətəndaşlarınadır. Lakin o açıq ölkələrdir. Yəni insan oxuduğu ərəfədə və ya təhsili bitəndən sonra uyğun bir belə deyək, iş təklifi əldə eləyə bilirsə, o artıq ikinci məsələdir. Çünki buna görə, yəni oraya, o işə getmədən öncə, hər halda təhsilini bitirdikdən sonra ölkədən çıxmalı olacaq ki, iş vizasını alsın. Bu artıq tələbənin üzərində olan bir məsələdir. Və bilirsiniz, Jalə xanım, indi danışarkən bir məsələdə çox önəmli bir şey yadıma düşdü, onu mən söyləmədim. Orada bakalavriat Malayziyada digər ölkələrdəki kimi müddət olaraq uzun deyil. Yəni, məsələn, əksər ölkələrdə 4 ildir, burada 3 ildir. Var, 4 illik də var. Amma ki, o da 1-2 universitetdə. Əksər universitetlərdə... Və magistraturada 1 ildir. Magistraturada 1 ildir və ya il yarım. Və o kreditlər məsələsinə mən də toxunmaq istəmirəm, haçan ki, tələbə istəsə 2 ilə də uzada bilər filandır. Amma standart olaraq 1 il, 2 il, 1 il yarım. Yəni, bu da fərq eləyir. Yəni, gözəl bir mənada həm qənaət nöqteyi nəzərdən, məsələn, kimdəsə sual yarana bilərdi ki, bakalavriata gedəcək tələbə Bakıdan əvvəl foundationa girməlidir. Bu da ki, foundation daha sonra 4 il yox, siz həmən o 4 illə artıq diplomunuzu əldə eləyə bilirsiniz. Çünki 1 il foundation və daha 3 il bakalavriat. Və daha mən demirəm hələ, daha sonra da magistratura 1 il. Yəni, bax, belə bir gözəl bir imkanlar, şərait yaradılıb. Bəli, tamamilə sizinlə razıyam ki, çox gözəl bir üstünlükdür və yenə də iş tapmaq məsələsinə gəldikdə zaten hər yerdə elədir. Nə Amerikan universiteti sənə işi düzəldir, nə Avropa universiteti sənə işə düzəldir ki, mənim keysimdə mən universitetimin proqramına istinadən praktikaya getməliydi. Onda belə mənə ən azı bir təşkilat siyahısı belə təqdim etmədi ki, bu təşkilatlardan və partnyor siyahısı heç nə get başının çarəsinə bax. Amma bilirəm ki, Malayziyada yəni bu proqramda daxil olunubsa, özləri istiqamətləndirəcək tələbəni, özləri yönləndirəcəklər partnyor olduqları yerlərlə. Bəli. Bununla bir yerdə bizim tələbələrimizdən biri, məsələn, ən azından biri, indi ağlıma gəldi, o universitetdə elə işləyir. Yəni, o həm oxuyur,
Bəli. Düzdür, mən qeyd etməliyəm, o çox uğurlu bir tələbədir. Hətta Aha. təşəkkürnamə universitetdən alırdı və bir Azərbaycanlı olaraq qürur hiss eləyirsən ki, tələbəmiz gəldi bu çox güclü bir universitetdir. Orada özünü çox gözəl göstərdi və orada da o işləyir. Eyni zamanda, yəni universitetin özündə, yəni bax belə imkanlar da var. Amma əsasən mən altını çizmək istəyirəm, çünki bilirəm bu suallar yaranır ki, bakalavriatda oxuyaraq işləmək mümkündürmü? Bilirsinizmi, bakalavriat mərhələsində biz ümumiyyətlə heç kəsə nə məsləhət görürük, nə də ki, mən düşünmürəm ki, bu real bir fikirdir. Çünki orada təhsilin intensivliyi və naqruzkası, belə deyək, o qədər güclüdür ki, Bəli. başqa işlə məşğul olmaq sadəcə mümkündür. Yəni, oxumaq, yaxşı nəticələr əldə etmək istəyən tələbə üçün bu, yəni o sadəcə baxmayacaq bu məsələni, ən azından bakalavriat mərhələsində. Eyni zamanda da yəni bu universitetdə iş imkanlarının olması çox gözəldir və biz orada olduğumuz müddətdə Asian Pacific Universitetində biz Qazaxıstandan olan tələbələrlə rastlaşdıq, danışmağa başladıq ki, biz Azərbaycandan o iki gənc xanım da IT sahəsində oxumağa gəlmişlər və artıq universitetdə saat olaraq, yəni həftədə bir 10 saat olsun, 5 saat olsun çalışıb pul qazanırdılar ki, bu da əlavə çox gözəl bir imkandır. Əgər tələbənin belə bir şəraiti varsa, universitet nəzdində sizin iş imkanlarınız olacaq dostlar ki, onu dəyərləndirəsiniz. Artıq seçim sizə qalıb, gözünüz o qədər əziyyət vermək istəyirsiniz, yoxsa ki, sırf dərslərə fokus olmaq istəyirsiniz. Belə, əlavə etmək istədiyiniz, Rövşən bəy, hər hansı bir məqam varmı Malayziyada təhsillə bağlı? Əlavə mən onu demək istəyirəm ki, biz deməli bu fuardan başqa yenə planlayacağıq tələbələr üçün, daha doğrusu məktəblilər üçün ola bilsin ki, yaxın aylarda hətta baş versin. Kemp, daha başqa bir kemp ki, ya universitetlə bir yerdə biz bunu həyata keçirəcəyik, ya da ki, dövlət strukturu, Malayziyanın müvafiq dövlət strukturu ilə bir yerdə indi bu barədə danışıqlar gedir. Amma demək istəyirəm ki, biz mümkün qədər çox necə deyirlər, imkan yaratmaq istəyirik ki, Azərbaycanlılar, həmən vətəndaşlarımız özləri bax bu mənzərəni izləyərək, dəyərləndirərək düzgün seçim edə bilsinlər və mümkün qədər necə deyirlər, rahat olsunlar gələcək seçimləri barədə. Çünki necə deyirlər, ingilis dilində bir ifadə var, pick in the pock, yəni ki, bir səbətdə olan qara pişik deyil, biz verdiyimiz, təklif elədiyimiz təklif üzərdədir, açıqdır, şəffafdır və onu dəyərləndirmək və sualları vermək həmişə mümkündür. Eyni zamanda orada artıq oxuyan bizim tələbələrimiz arasında şəbəkə qurulub. Yəni ki, bizim həm WhatsApp şəbəkəmiz var, həm mən öncə qeyd etdiyim kimi onlar müəyyən aktivitələrə qatılırlar, həm Azərbaycanın Malayziyadakı səfirliyində keçirilən tədbirlərə qatılırlar. Çox maraqlı belə bir yəni bayramlarda falandır, vaxt keçirirlər. Bu yaxınlarda da Azərbaycanın bayramı, dövlət bayramı olduğu zaman bizim tələbələrimizin hamısını orada dəvət eləmişdilər. Çox gözəl tədbirlər oldu. Sonra diasporanın keçirildiyi tədbirlərdə iştirak edirlər. Yəni bizim yavaş-yavaş orada da balaca community'miz yaranır ki, bu da çox müsbət bir şeydir. Çünki mən onun da altını çizmək istəyirəm. Malayziyalılar Azərbaycan üçün baxmayaraq ki, əksəriyyəti bizi tanımırdılar. Amma tanıyanlar söylədilər ki, biz fərəh duyuruq ki, bu ilk müsəlman ölkəsidir ki, günümüzün bu ədalətsizliyi bu qədər olan bir zamanında öz torpaqlarını geri ala bilib. Və ona görə bizim elə bil ki, biz müsəlman olaraq, çünki bilirsiniz, Malayziya eyni zamanda, mən deyərdim, hətta dünyanın ən inkişaf etmiş müsəlman ölkəsidir və ən qürur yəni, edəcək bir ölkədir. Çünki onlar həm tolerantdırlar, həm digər başqa millətlər bilirsiniz, çox rahat orada yaşayırlar. Hüzur səviyyəsi orada çox yüksək, amma eyni zamanda da
İslamı çox gözəl yaşayırlar və ən gözəl bir şəkildə onu yayırlar. Heç kəsə heç bir məcburiyyət yoxdur və bizi bu mənada da qardaş olaraq deyirlər ki, biz çox böyük bir fəxr duyuruq ki, belə balaca bir ölkə, çünki Malayziyaya nisbətdə biz daha balaca ölkəyik, bu qədər böyük bir hərəkət edib və nümunəyə çevrilib. Ona görə mən inanıram ki, bizim əlaqələrimiz Malayziya ilə daha da sıx olacaq, çünki get-gəl daha da çoxalır və inşallah ola bilsin ki, müəyyən bir vaxtdan sonra, çünki bu barədə də artıq danışıqlar gedir, birbaşa reyslər olacaq bizim ölkələrimiz arasında ki, bu da get-gəlişi asanlaşdıracaq, belə deyək. Aha. Bu çox vacib bir məsələdir, birbaşa reysin olması. Bir daha xatırladaq ki, dostlar, Malayziyada ümumiyyətlə Azərbaycan vətəndaşları vizasız səyahət edir və siz Malayziyada təhsil almaq istədiyiniz təqdirdə 5 vacib üstünlüyünü vurğulayın və beləliklə də canlı yayımımızı da ümumiləşdirmiş olaraq. Yeni qoşulanlar varsa, bu günləri Malayziyada təhsil imkanlarından danışdıq. Rövşən bəy ilə birgə, Rövşən bəy Azərbaycandan Malayziyada təhsilin belə deyək ki, tərəfdaşıdır və o sırf Azərbaycanlıların Malayziyada təhsil imkanlarını kəşf etməsi üçün çalışır. Rəsmi nümayəndədir, belə ki, Malayziya Təhsil Nazirliyi ilə birbaşa əlaqədədir, Malayziya Səfirliyi ilə birbaşa əlaqədədir və siz Rövşən bəy eyni zamanda onun təklif etdiyi, yəni Lingua School-un təklif etdiyi xidmətlərdən yararlanmaq istəyirsinizsə, konsultasiya almaq istəyirsinizsə, Malayziyada hansı universitetə qəbul olasınız, təhsil haqqı nə qədərdir, tələbəni göndərdikdə necə olur proses, nə vaxt getməlidir və s. bütün sualların cavabı sadəcə olaraq Lingua School Instagram səhifəsindədir ki, bu canlı yayımdan sonra da mən Lingua School-un paylaşacağım story üzərindən ki, siz birbaşa link vasitəsilə yəni klikləyərək keçid ala biləsiniz. Həmçinin biz bu canlı yayımı yadda saxlayacağıq və orada da Lingua School-u sizin üçün qeyd edəcəm ki, birbaşa həmin o nömrələri rahatlıqla tapa biləsiniz. 5 üstünlüyə gəldikdə isə birinci, Malayziyada təhsil çox sərfəlidir dostlar və ən əsası bundan başlayırıq ki, Malayziyada təhsil sərfəlidir. İkinci, Malayziyada bir tələbənin yaşam xərcləri hər şey daxil olmaqla bu yataqxana xərci, yemək xərci, gəzmək xərci 300-350 dollara başa gəlir. Üçüncü məsələ, Malayziyada təhsil çox keyfiyyətlidir və praktika əsaslıdır. Siz 3 il bakalavr təhsili alırsınız, 1 il foundation, üstünə 3 il, yəni toplamda 4 il təhsil almış olacaqsınız və nəticədə bakalavr diplom almış olacaqsınız və ikinci məsələ, magistr təhsilinə getsəz, bu 1 il yarım davam edə bilər. Və eyni zamanda bir dənə də məsələni vurğulayın, biz danışmadıq, amma siz Malayziyada təhsil alıb İngiltərə diplomu belə ala bilərsiniz. Çünki bir çox İngiltərə universitetlərinin nümayəndəliyi Malayziyada da var və siz orada təhsil alırsınız, nəticədə İngiltərə diplomu alırsınız. İngiltərənin də, Fransanın da, Avstraliyanın da, hətta mən əlavə edeyim, Amerikanın da, Yaponiyanın da. Bəli. Nə gözəl, nə gözəl. Bu da ən ağıllı qərardır. Gedib İngiltərənin soyuğunda donmaqdansa, İngiltərənin orada bahalı yaşamına uyğunlaşmaqdansa, isti, gözəl, mehriban Malayziyaya gedirsiniz və rahat orada nəticədə də İngiltərə diplomunu əldə etmiş olursunuz. Digər üstünlüyü ondan ibarətdir ki, beynəlxalq mühitdə təhsil alacaqsınız. Yəni siz gedib sırf Malaylar deyil də, Yaponlar, Taylandlılar olsun, Avropalılar olsun, beynəlxalq bir mühitdə təhsil almaq imkanı əldə edəcəksiniz və ən əsas məsələ də ondan ibarətdir ki, Malayziya viza tələb etmir. Valideynləriniz gəlib getmək prosesində problem əziyyət çəkməyəcəklər ki, viza alsınlar, neynəsinlər, rahatlıqla bütün qohumlarınız və valideynləriniz gəlib gedə biləcəklər. Bir dənə də əsas üstünlük odur ki, universitetə qəbul almaq bir tək IELTS ilə mümkündür. Amma bunu attestat ilə Türkiyədə universitetə qəbul alırıq prosesi ilə qarışdırmayın dostlar. Burada təhsil əlbəttə ki, məqsəd odur ki, siz təhsil almaq istəyəsiniz. Yəni, doğrudan da təhsil almaq istəyən IELTS nəticəsi bakalavr üçün 5 IELTS-dan başlayır, 5-0, magistr pilləsi üçün isə 6-5-dən tələb qoyulubdur. Amma yenə də şərt odur ki, siz qəbul aldınız və oxumalısınız. Çünki yəni, təhsilin keyfiyyəti çox gözəldir və siz ora inanıram ki, təhsil almaq üçün getdiyinizə görə bu da problem olmayacaqdır. Yenə də Malayziyada təhsillə bağlı paylaşımlar etməyə davam edəcəm. Xatırladım ki, 1 dekabr tarixində Malayziyada təhsil sərgisi olacaqdır. Bununla bağlı sizə xatırlatma edəcəm. Amma yenə də ağlınızda saxlayın ki, dekabrın 1-də təhsil sərgisi var və siz Park Inn-də təhsil sərgisinə gələ bilərsiniz ki, orada da artıq canlı universitetləri görə biləcəksiniz. Eyni zamanda bu canlı yayımdan sonra bir dənə highlight bölməsini yoxlayarsınız. Sırf şəxsi Malayziya səfərimdən ki, universitetləri gəzməyə getmişdim. O storylərə də baxa bilərsiniz ki, ümumiyyətlə bu danışdığımı da görmək istəyirsinizsə canlı onu görə bilərsiniz elə bilavasitə storylər üzərindən. Rövşən bəy, əlavəniz yoxdursa mən sizə çox təşəkkür etmək istəyirəm ki, bu canlı yayımda bizi Malayziyada təhsillə bağlı bu qədər məlumatlandırdınız və çox şadam ki, belə bir təşəbbüs ilə
Azərbaycanda çalışırsınız və çox minnətdaram bunun üçün ki, Asiyanı bizə bu qədər yaxın edirsiniz və o qədər inkişaf etmiş Asiyanı. Ona görə mən sizə minnətdaram bunun üçün. Mən çox təşəkkür edirəm vaxt ayırdığınıza görə və bu cür maraqlı bir söhbət yəni qurduğunuza görə. Əlbəttə ki, əlavələrim daha çox ola bilərdi, amma vaxt təəssüf ki, məhduddur. Sadəcə sonda da siz bir yada saldınız. Demək istəyirdim ki, qəbul sayıları da siz dediyiniz kimi, yəni qəbul sayıları da Malayziyada daha çoxdur və bu da sərfəlidir və uyğundur. Yəni bir çox baxımdan, sənədləşmə baxımından, digər məsələlər baxımından ki, istənilən vaxt başvurmaq mümkündür. Təşəkkürlər bunu da əlavə etdiyiniz üçün çox minnətdaram. Dostlar, Lingua School-u rahatlıqla tapa bilərsiniz. Canlı yayımın axırına ağlıma gəldi, amma pin etmişəm orada. Kommentlərdə görürsünüz ki, mən sizin üçün pin etmişəm. Oradan daxil ola bilərsiniz. Və ya da ki, mən sizin üçün story üzərindən də paylaşacağım. Çünki bilirəm ki, spesifik suallarınız var və mən istəyirəm ki, siz suallarınıza cavab tapasınız və bunun üçün də Lingua School-a müraciət edə bilərsiniz. Bir daha təşəkkür edirəm. Canlı yayımı yaddaşda saxlayacağam ki, bu qədər faydalı məlumatlardan başqaları da faydalansın. Sizə gecəniz xeyir deyirəm və bir daha minnətdaram ki, canlı yayıma qoşuldunuz. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun.